Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 22 dekabr 2025-ci il qışda Varroaya qarşı mübarizə necə aparmaq olar? Demək, bundan öncəki illərdə mən kanallarımda paylaşmışdım. Quzu qulağı turşusunu damlatma yolu ilə, yəni qış dövrü üçün Varroa ilə mübarizə. Bugün yeniden sizinle paylaşıram. Ne üçün? Ona göre her bir mövsuma uygun mənə zənglər vurulur, mesajlar yazılır. Hər bir kəsə ayrı-ayrılıqda cavab verirəm dostlar. Amma yenə də insanlar eyni şeyləri soruşurlar. Kimyəvi dərmanları soyuq aylarda istifadə etmək doğru deyil. Ona görə də qalır təkcə quzuqulağı turşusu. Oksali quzuqulağı turşusu organik turşudur dostlar. Temperatur rejimi müsbət 3-6 bu dərəcələrdə vermək olar. Mənfi temperaturlarda istifadə etmək doğru değil. Demək, bunun da hazırlanması yenə də indi sizinlə bərabər hazırlayacağım və arılara necə tətbiq edəcəm, onu da sizinlə paylaşıram dostlar. İndi arılar salxıma keçib, əsasən də seyrək salxım olanda daha yaxşıdır. Çünki arılar tam sıxılmayıb və o varroada, arıların üzərindəki olan varroa salxımın lap dərinliyində oturmuyub. Nə qədər ki seyrəkdir salxım, orada buxarlandıqca bu quzuqulağı turşusu varroanı öldürəcək. İndi mən bunun hazırlama qaydasını bir daha sizinlə paylaşacağım və ən azı özünüz bir məntiqinizlə fikirləşin. Mən deyəndə 1 litr üçün nəzərdə tuturam. Amma sizin əgər arı ailəniz, pətəkləriniz azdırsa, siz onu yarıya bölün. Yəni yarım litr üçün, 500 qram üçün hazırlayın və tətbiq edin dostlar. Getdik. Ölçü belədir. 1 litr kaynar suya 35 qram quzuqulağı turşusu, 200 qram şəkər tozu əlavə olunur və ilıq hala qədər soyudulur. 40 dərəcə temperatura qədər soyudulduqdan sonra arılara tətbiq olunur. Mən özüm üçün 3 litr tutaram deyə 105 qram quzuqulağı turşusu çəkdim. Demək, qalanların birazdan əlavə edəcəyik. Demək, 1 litr üçün 1 stəkandır. Amma biz 3 litr üçün hazırlamışıq deyə 3 stəkan əlavə edəcəyik. Əssalam, bu bizim 3 litr məhlulumuz hazır. Baxın dostlar, bu cür şpirislər də alıb istifadə edə bilərsiniz. 60 qramlıq şpirisdir. Hər çərçivə arasına 5 qram. Və yaxud plastik butulka, başlığın nazik dəlik açırsınız və bu cür falqa ilə bükürsünüz ki tez soyumasın və o qaydada da təxmin edirsiniz 5 qramdan hər çərçivə arasına.
Demək dostlar, quzu qulağı turşusundan qətiyyən qorxmayın. Çünki bu organik turşudur. Amitraz deyil. Qış zamanı arıların varroadan sıfırlamaq üçün ən optimal variantdır. Heç bir qorxusu, təhlükəsi də yoxdur dostlar. Hər bir çərçivə arasına 5 qram damlatmaqla arılarımızı varroadan xilas etmiş olarıq. Yəni qış dövründə, sürfə olmayan dövrdə arılar ki salxıma keçir. Baxın, həmin dönəmdə dostlar, bu normal bir vasitədir. Yəni ki, burada proses nədir dostlar? Yəni arılar ki salxıma keçib, qış dövrüdür, heç bir sürfə yoxdur və nə gənə varsa arıların üzərindədir. Bunu da ki kimyəvi preparatlarla qış dövründə doğru deyil arılara tətbiq etmək. Amma quzu qulağı turşusu organik turşudur və yenə də təkrarlayıram ki, əlavə suallar verməsinlər. 35 qram quzu qulağı turşusu, 200 qram şəkər tozu, 1 litr qaynar suda əridilir və 40 dərəcə temperatura qədər soyudulur. Soyuduqdan sonra deməli dostlar, hər bir çərçivə arasına 5 qram, indi 5, 6, 7, yəni onun bir qorxusu yoxdur. 5 qram dozadır, nəzərdə tutulur. Bunun da ki məsələ nədir? Yəni arıların üzərinə damlatdığımız bu şirin su, bu məhlul arılar klubda yığışıb və bir-birini başlayırlar yalamağa. Bu şərbəti bir-birinin üzərindən başlayırlar yalamağa və burada sürtünmə qüvvəsinin təsirindən bu quzu qulağı turşusu buxarlanır. Bu buxar da varroa gənəsini iflic edir, məhv edir, tökür və arılar yaza sap sağlam girirlər dostlar. Ona görə də qorxmayın, heç bir burada bir çətin bir şey yoxdur, bir problem yoxdur. Ona görə də istifadə edə bilərsiniz. İndi tutaq ki, baxın, bəzən elə şeyləri sual verirlər ki, dostlar, mənim danışdığımı, paylaşdığımı həmin sual verirlər. Dostlar, bilmirəm, baxmırlarmı, bilmirəm, qulaq asmırlarmı. Demək, əgər sizin arılarınız azdırsa, yəni biz 1 litr üçün hazırladığımız dozanı deyirik. Sizin tutaq ki, arı ailələriniz azdır, ona görə də mütləq deyil 1 litr məhlul hazırlayasınız. 500 qram hazırlayın dostlar, 300 qram hazırlayın. Özünüz bir məntiqinizlə fikirləşin. Yəni burada bir çətin bir şey yoxdur, bir təhlükəli bir şey yoxdur dostlar. Bir də dostlar sual verirlər ki, bunu neçə dəfə tətbiq etmək olar? Deməli dostlar, əgər sürfə dövrü yoxdursa, yəni arı ailəsində heç bir qapalı sürfə yoxdursa, demək bir dəfə bunu tətbiq etməklə kifayət edər ki, arıların üzərindəki varroanı öldürəsiz. Hani gözəllərim, gedin